Seçki öncəsi daxili proseslərlə bağlı danışırıqsa, gərginlik həmçinin Paşinyanın partiyasında da var. Belə ki, partiya daxilində seçki keçirilmişdi. Bu seçki sonrası bir çox iddialar yayımlanmağa başlamışdı ki, Paşinyan da öz partiyasını toplayıb və bir qədər onları danlayıb, onlarla sərt şəkildə danışıb qeyd edir ki, bir-birinizlə yola gedin və işləyin. Bütün iş mənim üzərimə düşür, lakin pulu alanda sizsiz. Belə bir sərt sözlərlə çıxış edib bu iclas çərçivəsində. Bu daxili gərginlik nəyə işarədir? Və eyni zamanda elə Paşinyan öz partiyasında bu cür gərginlik, bu cür anlaşmazlıq baş verirsə, bu həmçinin qarşıda müxalifətdə olanlara necə bir siqnal ötürür? Bütün bunları təhlil etmək istəyirik. Hazırda bizlə bağlantıda olan siyasi şərhçi Rəşad Bayramovla. Rəşad bəy, xoş gördük sizi. Rəşad bəy, Paşinyan öz partiyasının nümayəndələrini danlayıb, qeyd edir ki, işləmirsiniz, bütün yük mənim üzərimdədir. Partiya daxilindəki proseslərlə bağlı dəyərləndirmənizi almaq istəyirəm, amma bu, indiki bu gərgin proseslər zamanı həmçinin də müxalifətə bir, belə deyək, mesaj vermirmi, siqnal vermirmi? Yəni, Paşinyan öz partiyası daxilindəki prosesləri cilovlaya bilmir. Onda nə olacaq? Əslində baxanda Paşinyan öz belə deyək, tənqidlərində kifayət qədər haqlıdır. Yəni biz uzun müddətdir Ermənistanda siyasi prosesləri izləyən şəxslər olaraq da görürük ki, faktiki olaraq Paşinyandan sonra ortada olan fiqurlar, yəni hakim partiyanın mövqeyini müdafiə edən, xalq arasında bu mövqeyini təbliğ edən fiqurlar əsasən dövlət postu tutan şəxslərdir. Yəni parlamentin sədri, nə bilim, Təhlükəsizlik Şurasının katibi, Xarici İşlər Naziri və s. kimi şəxslərdir. Amma sırf partiyanın daxilində Paşinyandan sonra gələn insanlar, idarə heyəti üzvləri olsun, nə bilim orada Paşinyan müavinləri olsun, bu verici şəkildə faktiki olaraq ictimai rəyə təsir imkanları olmayan şəxslərdir və təbii ki, bu da Paşinyanı seçki öncəsi narahat edir. Çünki partiya daxilində partiya üzvlərinin, xüsusən də parlamentin deputatı olan şəxslərin passivliyi nəticə etibarilə seçkilərdə hakim partiyanın mövqelərinin zəiflədilməsi gətirib çıxara bilər və Paşinyan da bundan narahat olduğu üçün bu şəkildə sərt ritorika ortaya qoyur. Və burada digər maraqlı olan məqamlardan biri ondan ibarətdir ki, bu tənqidi çıxışlar onu göstərir ki, partiya daxilində qərar vermə prosesində yüksək dərəcədə bir mərkəzləşmə faktiki olaraq ortadadır. Yəni 2018-ci ildən sonra formalaşan siyasi arxitektura əsasən liderin şəxsi legitimliyinə söykənir. Bu isə faktiki olaraq ortaya iki nəticəni qoyur. Birincisi, partiya daxilində partiya üzvlərinin və partiya rəhbərində təmsil olunan digər şəxslərin siyasi çəkisi liderin populyarlığından asılı olur. İkincisi, uğursuzluqlar və ictimai narazılıq artdıqca daxili məsuliyyət bölgüsü problemi yaranır. Və bu günləri faktiki olaraq bunların hər ikisi Paşinyanın liderliyi elədiyi partiyanın daxilində mövcuddur və bu da təbii ki, Paşinyanın maraqlarına cavab verir. Paşinyan bu cür partiya daxilində bu cür ritorika ilə çıxış etməsi, sərt şəkildə tənqid etməsi qeyd etdiyimiz kimi təbii ki, istər-istəməz müxalifət düşərgəsində sevinclə qarşılanır və ictimai rəyə belə deyək, Paşinyanın və onun komandasının mövqelərinin zəiflədilməsi üçün, mesaj vermək üçün əlavə imkanlar yaradır. Amma burada başqa bir məsələni də nəzərə almaq lazımdır. Paşinyan partiya daxilində bu cür ritorika ilə də faktiki olaraq həm də ictimaiyyətə mesaj verir və bildirir ki, mənim üçün, mənim partiyadaşımdır və yaxud da partiyadaşım deyil kimi bir məfhum yoxdur və mənim üçün, belə deyək, işləməyən komanda kimin olmasından asılı olmayaraq istənilən vaxt uzaqlaşdırıla biləcək komandadır. Yəni, bu baxımdan mən deməzdim ki, indi partiya daxilində Paşinyanın bu mövqedən çıxış etməsi onun ictimai rəydə, belə deyək, mövqelərinin zəiflədilməsinə gətirib çıxara bilər. Paşinyan faktiki olaraq nə edir? Paşinyan faktiki olaraq deməli, daha pasiv və xalq arasında keçən dövr ərzində parlamentin üzvü olmasına baxmayaraq, partiyada yüksək mövqe tutmasına baxmayaraq, keçən dövr ərzində xalq arasında populyarlıq qazana bilməyən şəxslərin neytrallaşdırılmasını təmin edir ki, bununla da seçki komandasının, daha güclü seçki komandasını formalaşdırmağa çalışır. İkinci bir tərəfdən Paşinyan artıq 5 il, 6 il bundan qabaqçı Paşinyan deyil. Qeyd etdiyim kimi daha mərkəzləşmiş və hər şeyin öz əlində cəmləşdirə biləcək bir siyasət yürüdür və bu baxımdan da
partiya daxilində belə deyək, müstəqil addımlar atmağa həvəsli olan şəxsləri daha loyal, daha sözə baxan və tapşırıqların icrasında hər hansı bir şəxsi mövqe ortaya bilməyəcək şəxslərlə əvəzləyir ki, bu da yenə də komandanın həm vahidliyi, həm də onun belə deyək, seçki ilə bağlı daha retikli bir komandanın formalaşması üçün vacib şərtlərdir. Təbii ki, əgər indi Ermənistanda hakim partiya daxilində olan bu qarşıdurma dediyimiz proses idarə olunan səviyyədə saxlanılacaqsa, bu daha güclü komandanın formalaşmasına və seçki öncəsi güclü komanda ilə seçkiyə getməyə imkan yaradacaq. Yox, proseslər digər tərəfdən səviyyədə eyni zamanda formal bir seçki də keçirilmişdi partiya daxilində. Adı üzərində formal olmalıydı, amma burada müəyyən vəzifələrin bölüşdürülməsinə yenə qarşılıqlıq yaranıb. Siz özünüz də qeyd etdiniz, idarə olunansa problem deyil. Amma bu qarşılıqların yaradılması və vəzifə bölgüsü ilə bağlı, belə deyək, problemlərin yaşanması seçki prosesinə bəs necə yansıya bilər? Söhbət təbii ki, partiya daxilində bu və digər vəzifələrlə bağlı mübarizədən getmir. Həm də seçki prosesində o 50 nəfər ki, müəyyənləşdirilməlidir ki, seçkiyə vahid o siyahı, proporsional siyahı ilə gedilsin. Həmin şəxslərin müəyyənləşdirilməsində problemlər ortaya çıxıb. Məlum oldu ki, indiyə qədər parlamentdə fəaliyyətini davam etdirən bir sıra şəxslərin adı ümumiyyətlə seçki siyahısına daxil edilməyib ki, bu da onlar tərəfindən narazılıqla qarşılanıb. Partiyanın daxilində bu və digər vəzifədə təmsil olunmamaqla bağlı narazılıqlar var. Amma yenə deyirəm, Paşinyanın bu sərt ritorikası və bu şəkildə komanda ilə bağlı tənqidi çıxışları və bu çıxışlara ən vacibi əks arqumentlərin ortaya qoyulmaması onu göstərir ki, Paşinyan hələ ki idarə olunan səviyyədə saxlaya bilir. Amma haqlısınız kifayət qədər. Əgər proses idarə olunmaz hala gələcəksə, bu nəticə etibarilə seçki öncəsi yeni bir anti-Paşinyan və anti-hakimiyyət qurumunun meydana çıxmasına gətirib çıxara biləcək ki, bu da müqavimət ehtimalını, təbii ki, onlar tərəfindən də müqavimət ehtimalını artırır və belə prosesdə biz ayrı-ayrı ölkələrin nümunəsində də görmüşük. İnci şəxslərin müxalifət komandasının tərkibinə keçməsi halları da olub. Amma yenə deyirəm, mən düşünmürəm ki, Ermənistanda bu indi hakimiyyət daxilində olan bu qarşıdurma böyük bir problemə çevrilsin. Ola bilər ki, kimlərsə indi düşüb kənarlaşa bilərlər və yaxud da pasiv müqavimət göstərə bilərlər. Amma prinsip etibarilə hələ ki proses idarə olunan səviyyədədir və düşünürəm ki, Paşinyan bunu idarə olunan səviyyədə də saxlamağı bacarır. Aydındır. Çox sağ olun Rəşad bəy. Təşəkkür edirik önəmli təhlillər